Təqliddə çətinliyim odur ki, oxunan yer şahadın o götürdüyü yerdə mən boğulma verirəm. Əynin qabağına bir dənə ə gətirir, sonra əyni gətirir. Sadiqin sözündə sadiqin. Yarım saatlıq tilavətin, məsələn, bu hardasa yarım saatdır. Töv qulaq asıram, sonra mən həmin qari kimi oxumaq istəyirəm. Alınarmı belə? Siz keçən dərslərin birində də vurğulamışdınız ki, oxuyanda sanki bir fonda səs qırılmamalıdır. Onun sirri nədədir? Hiss edirəm ki, o oxuduğu tempi götürə bilmirəm. لقد صدق الله رسوله الرؤيا بالحق. Allahın izni ilə Quran-ı Kərimin məqamları haqqında geniş bir müzakirələr eləyəcəyik və bu Allahın xoşuna gələn işlərdəndir ki, əməllərimizi ona uyğun olaraq tənzimləyirik. Bismillahirrahmanirrahim. Salam əziz və dəyərli izləyicilərimiz, hər birinizi Quran məqamı verilişində xoş gördük. İnşallah biz bu gündən etibarən Allahın izni ilə Quran-ı Kərimin məqamları haqqında geniş bir müzakirələr eləyəcəyik əziz tələbələrimizlə və çalışacağıq bu verilişdə Quran-ı Kərimin 7 muamını və tilavətdə olan təcvid qayda qanunlarını və o cümlədən təqlid necə olur? Necə olur bir qariyə Quran təqlidi öyrənir və gözəl qari olur? Bunlar haqqında və bunların sirlərini inşallah sizinlə bölüşək və gözəl bir şəkildə o kəslər ki, qari olmaq istəyirlər, onlara kömək olaq və onlara yardımcı olaq və onlar da gözəl bir şəkildə Quran-ı Kərimi oxusunlar. Quran, yəni Allahın kəlamı, əziz Peyğəmbərimiz buyurur ki, Allahdan sonra ən üstün yaradılışdır, ən üstün dəyərdir. Əziz Peyğəmbərimiz davamında buyurur, Quran-ı Kərimə hörmət edin. Hər kəs Quran-ı Kərimə hörmət edərsə, elə bil Allaha hörmət etmişdir. Və hər kəs Quran-ı Kərimə ehtiramsızlıq edərsə, sanki Allaha hörmətsizlik etmişdir. Və davamı daha gözəldir. Buyurur ki, Quran-ı Kərimə hörmət qoymaq övladın valideynə hörmət qoyması kimi sayılır Allah yanında. Sən əgər Quran-ı Kərimə ehtiram qoyarsansa, Allaha ehtiram qoymusan, elə bil ki, övlad öz valideyninə ehtiram qoyur. Bəli, dəyərli izləyicilərimiz, biz çalışırıq müxtəlif yollarla Quran-ı Kərimin gözəl oxunuşun siz əziz və dəyərli Quran istəyənlərə, Quran sevənlərə təqdim edək. Çünki biz bilirik ki, bizim dəyərli xalqımızın içərisində çox-çox insanlar var ki, Quran-ı Kərimə ehtiram qoyurlar. Və bizim xalqda olan bəzi xüsusiyyətlər var Quran-ı Kərimə qarşı, o digər xalqlarda yoxdur. Çünki biz bunu Quran məclislərindəki səfərlərdə görürük. Bizim xalqımız Quran-ı Kərim gələndə ayağa qalxırlar. Məclisə Quran-ı Kərim gələndə ona ehtiram edirlər. Nə gözəldir. Və bu Allahın xoşuna gələn işlərdəndir ki, biz Quran-ı Kərim olan yerdə ayağımızı uzatmırıq, əməllərimizi ona uyğun olaraq tənzimləyirik. Çox danışmaq olar, həmd olsun Allaha bu Quran sevməyi bizim xalqımıza nəsib edib. Və bu günləri sevinirik ki, bu işlərlə, Quran-ı Kərimə xidmətlə sizin qarşınızdayıq və ümid edirik ki, bəyənəcəksiniz və öz dostlarınızla paylaşacaqsınız. Daha çox insanlar Quranı sevmiş olacaq inşallah. Bəli, sizinlə salamlaşdım əziz və dəyərli izləyicilərimiz. İndi isə bizim dərsimizdə gözəl Quran qariləri, gözəl tələbələr var və onlar bu günləri Quran-ı Kərimin arxasıca gedirlər. Onların bəziləri cəmiyyətdə tanınırlar artıq və möminlərin xidmətindədirlər. Onların məclislərində Quran-ı Kərimi tilavət edirlər. Allah bütün Qurana xidmət edənləri qorusun və bu günləri onların vasitəsilə daha çox Quran haqqında olan suallara cavab tapacağıq bu verilişimizdə inşallah və xeyirli, uğurlu olsun inşallah. Mən əzizləri salamlayıram, xoş gəlmisiniz. Birinci İlkinə söz vermək istəyirəm. İlkin Abbas Əliyev, bilirəm ki, siz Quran Sədası yarışmasının iştirakçılarındansınız
və o həftələrdə iştirak eləmisiniz. İstərdim təəssüratlarınızı bizimlə bölüşəsiniz, cəmiyyətimizlə salamlaşasınız, sonra inşallah davam edək. Aleyküm salam əziz ustad. Mən də sizi salamlayıram. Aleyküm Sizin salam. timsalınızda bütün tamaşaçıları salamlayıram. Bəli, düz vurğuladınız. Mən də keçən il Quran Sədası verilişində iştirak etmişəm. İnşallah daha da irəliyə getmək istəyirik. İnşallah. Niyyətimiz budur. İnşallah. Allah sizdən razı olsun. Allah Verilişi cəmiyyət olsun. ərsəyə gətirənlərdən, əziyyət çəkənlərdən də Allah razı olsun. Təşəkkür Dünya və edirəm. axirət. Və istərdim Seyid Zəfər də salamlaşsın dəyərli izləyicilərimizlə. Selamun aleyküm ustad, Aleyküm əziz ustad. Mən də ilk növbədə sizi ümumiyyətlə burada zəhməti keçən hər kəsi salamlayıram. Əziz izləyiciləri salamlayıram. Mən də keçən ilki Quran Sədası verilişinin iştirakçısı oldum. Ümumiyyətlə Allah bütün bu yolda çalışanları müvəffəq eləsin inşallah. Allah, amin. Sizi, Amin. sizin timsalınızda gözəl qari ustadlarımız, Azərbaycanın ustadları, Allah Amin, hər inşallah. birindən razı olsun. Hər birinizi bu yolda müvəffəq eləsin. Amin inşallah. Gözəl hiss idi, gözəl təəssürat idi. Keçən ildən bəri hələ ki dadı damağımdadır. Əlhəmdülillah. İnşallah ki çalışarıq. İnşallah Allah nəsib eləsin. Əvvəldən elə arzu və istəyimiz bu olub. İnşallah ki Allah özü kömək olar, çatdırar bu istəyimizə. Biz də elə veriliş vasitəsilə inşallah ki çalışarıq nələrsə öyrənək. Çünki siz İnşallah. dəyərli ustadlar Azərbaycanda bir dənə nemətsiz. Allah razı olsun. Sizdən istifadə eləmək lazımdır həqiqətən də. Çox dəyərli məsləhətləriniz var. Allah razı olsun. Dəyərli işləriniz var bu yolda. Allah sizi və cəm özü ümumiyyətlə bu yolda əziyyət çəkənlərin hamısını müvəffəq Allah razı eləsin. olsun. Çox Allah sağ ol. hər birinizi qorusun inşallah. Orxan, sən də özünü təqdim elə qardaşım. Salam aleykum. Aleyküm Mən də izləyicilərimizi salamlayıram. Ustadı salamlayıram. Orxan, bu il sən yarışa qoşulmusan. Bəli ustad. Bu il Aha. ilk dəfədir yarışa qoşulmuşam. Çox gözəl. Keçən ildən izləyirdim yarışları. Ha, Demək olar ki, ondan sonra bir həvəs yarandı. Vasitə oldu ki, o yarışlara baxandan sonra həvəs yarandı. Əvvəldən Quran oxuyurdum, amma tam olaraq bir 5-6 ay olar ki, sizin yanınıza sonra müraciət elədim. Allah Çox sağ razı olun olsun. ki, demək olar ki, 6 aydır bizim Əlhəmdülillah. əziyyətimizi çəkirsiniz. Əlhəmdülillah. O dərslərdə məqamları bizə öyrədirsiniz. Ümid edirəm ki, bu verilişlərin vasitəsilə daha İnşallah daha da təkmilləşdirərik. təkmilləşdirəsiniz inşallah. İnşallah. Və Sağ ol. Çingiz, siz də salamlaşın. Salam dəyərli ustad, salam olsun izləyicilərə. Aleyküm salam. Mən də bu ildən etibarən Bəli, Orxan qardaşla elə eni 2026-cı ildə Quran müsabiqəsinə qoşulmuşuq. əlhəmdülillah. İlk dəfədir. Çalışırıq ki, nailiyyətlər əldə edək. İnşallah çalışacağıq ki, biz də Allahın izni ilə sizə dəstək olaq və eyni zamanda dəyərli izləyicilərimiz biz istədik ki, bu dərsləri gətirək hər birinizin evinə və onlar ki, bu dərslərdən istifadə edə bilmirlər, azından bu dərslərə baxaraq inşallah qiraətlərini düzəltsinlər. Bəli, mən keçid etmək istəyirəm dərsimizə, dəyərli izləyicilərimiz. Dərsimiz bilirsiniz ki, Quran-ı Kərimdə 7 muğam, Kürd muğamında gəlsək, 8 muğam üzərində Quran-ı Kərim oxunur və bu muğamlarla bərabər onların şöbələri də oxunur. Məsələn, Bəyat muğamı deyəndə biz Doqa və yaxud da Bəyat-ı Nəva, Bəyat-ı Şuri, Bəyat-ı Hüseyni, Bəyat-ı Dəşti, yəni bunlar da, yəni bu ki, bəyat oxunur, o bəyatın içərisində bu şöbələrdən də istifadə olunur və yaxud da Əcəm muğamı deyəndə onun şöbəsi olan Çahargaha da məsələn biz oxuyuruq. Bunlar haqqında ümumiyyətlə danışılıb, bizim yadınızda olsa, ahəng verilişimizdə muğamlar haqqında danışmışdıq. Amma mən istəyirəm ki, bu verilişdə onları əməli surətdə ortaya gətirək. Və muğamlar tək Quran-ı Kərimin oxunuşunda bəs etmir. Ondan daha üstün, belə desək, ahəng, yəni ləhn, ərəbin oxuduğu kimi, Peyğəmbərimizin oxuduğu kimi Quran-ı Kərimi oxumaq. Ondan da daha güclü Quran-ı Kərimin təcvid qayda qanunlarıdır. Bilirsiniz ki, təcvidi tək nəzəriyyə oxumaq kifayət etmir. Gərək onu biraz
əməliyə çəkmək lazımdır. Bundan qədimdə dərs üslubları belə idi ki, bir təcvid qaydası keçirdilər, əzizlər. Sonra başlayırdılar həmin təcvid qaydasını surələrin üzərində tətbiq edirdilər. Bu çox gözəl qayda qanunlar. Düzdür, zaman çox tuturdu, amma bugün biz baxırıq ki, o qədər zamanımız yoxdur həmin formada dərs keçmək. Amma hər halda bugünün tələbatına uyğun olaraq biz həmin qaydaları da nə etməliyik? Tətbiq eləməliyik. Və sizin icazənizlə kim oxuyar birinci? Elə biləm Orxan oxusa daha yaxşıdır. Çünki yarışa da hazırlanır. Allahın izni ilə Orxan. Buyurun, oxuyun, baxaq. Bəli. Orxan səhifə deməli Səhifə 514 olmalıdır. Şahad Muhammed Ənvərin təqlidi ilə biz buranı məşq eləmişik. İnşallah Orxan buradan oxuyacaq. Hansı muğamdan başlayacaqsan? Hacı, təqliddə bayatdan başlayırdı. Bəli, bayatdan başlanmalıdır. Bayatla başlayacağıq. Aha. Ondan sonra aparacaq bizi rasta. Bəli. Rasta keçəcək. Birinci bayatdan başlayaq. Və burada siz həm qari necə oxuyubsa həmin formada oxuyacaqsınız. Və eyni zamanda qarinin təcvid qaydalarını necə riayət edibsə, həmin o qaydaları da siz riayət edəcəksiniz. Buyurun, görək nə qədər bacarmısınız. Hacı, başlamamışdan qabaq mən həmişə o ləqat sözündə ilişirəm. Orada siz həmişə məndən irad tutursunuz. O ləqatda bu d-nın deyilməsi nə şəkildə olacaq? Onu Laqadi. Laqadi. Dəl hərfi laqad deyil. Çünki dəl hərfi incə hərfdir. Biz orada nə etməliyik? لقد صدق الله رسوله الرؤيا بالحق. Laqad İyə doğru meyl etməlidir. İncəliyinə görə, incəliyinə əsasən. Aha. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Məncə tam məsələn qarinin dediyi kimi demir. Şahadın həmin o hissəni deməsi necədir? Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Bəyatın qərarı. لقد صدق الله رسوله الرؤيا بالحق. Bir də oxuyun zəhmət olmasa. لقد صدق الله رسوله الرؤيا بالحق. İndi bir dənə sual verirəm sənə Orxan. Sən özlüyündə, indi bu təqlid bilirik ki, təzə təqlid edirsən də, özündə həmin qarinin oxunuşu ki, sinəvə oturub, elə bir şey hiss eləyirsən? Hacı, onu açığı hiss eləmirəm. Məsələ odur ki, deməli, mən o suala cavabını istəyirdim, hiss eləmirəm. Deməli, təqliddə belə bir şey var. Nə zaman təqlid alınır? O zaman ki, sən təqlidi artıq hiss eləyirsən. لقد صدق الله رسوله الرؤيا بالحق. Sanki adamın sinəsinə oturur həmin təqlid, o həmin oxunuş. O zaman artıq sənin təqlidin bişmiş və hazırdır. Aha. Hacı, təqliddə çətinliyim odur ki, oxunan yer, şahadın o götürdüyü yerdə mən boğulma verir mənə. Məsəl üçün, tam o yer hiss edirəm ki, o oxuduğu tempi götürə bilmirəm. Gərək bir temp yuxarı götürməyə icazə var. Ola bilər, problem deyil. O bizim üçün bir nümunədir artıq. Məsəl üçün, Bismillahirrahmanirrahim. لقد صدق الله رسوله الرؤيا بالحق. Bayaq aşağı notdan başlamışdım. İndi biraz yuxarı notdan. İndi onu da sən özün də edə bilərsən. Bismillahirrahmanirrahim.
لقد صدق الله رسوله الرؤيا بالحق. Dəyərli izləyicilərimiz bilsin ki, hələ biz yəni giriş bəyatlanıq, bəli. لتدخلن المسجد الحرام إن شاء الله آمنين. Tam şahidin oxuduğu kimi deyil. Yəni o orada hansı manevrləri edir, onu hələ ki tam otuzdurmamısan. لتدخلن المسجد الحرام إن شاء الله آمنين. Şə orada. Şə azacıq düşür orada, sonra yenə davam edir. Bir də zəhmət olmasa təkrar edin. لتدخلن المسجد الحرام إن شاء Allah. Bunu yadda saxlamaq lazımdır. Allahu aminin. İnşaallahu aminin. İlkin yadındadır not olaraq. Biraz aşağı notda deyil. Biraz aşağı. Bəli. İlkin bu hissəni məncə Orxan bir not aşağıdan başlayıb. Bəli. Düzdür? Bəlkə sən oxuyasan onu. Oxuyum mən. لتدخلن المسجد الحرام إن شاء الله آمنين. Orxan, sən təkrarla. تدخلن المسجد الحرام إن شاء الله آمنين. Baxın, orada inşəədə səs gedir, sonra enir aşağı, sonra yenə gedir. Bax. لتدخلن المسجد الحرام إن شاء الله آمنين. İlkin sən də aşağı notdan başladın. İndi mən oxuduğum notda oxu zəhmət olmasa. لتدخلن المسجد الحرام başla. لتدخلن المسجد الحرام إن شاء الله آمنين. آمنين محلقين رؤوسكم ومقصرين لا تخافون. Mənə elə gəlir muhalliqinə. Kimsə yarışda oxumuşdu qı. Bəli ustad. Sən oxumuşdun deyəsən. Sadiqin sözündə sadiqin. Sadiqin. Aha, bax bunu bir dənə Quran oxuyanlar yadda saxlasın. Bizim 4 dənə hərf, qalın oxunan hərflərdən sad, dad, ta, va. Bunlarda həm istila sifəti var, bunlarda həm təfxim sifəti var və həm də itbaq sifəti var. Qalan 3 hərfdə xa, qayn, qaf. Bunlarda istila sifəti var, təfxim sifəti var, itbaq sifəti yoxdur. Biraz açıqlayayım itbaq sifəti nə deməkdir.
tabak sözündəndir. Yəni ağzın boşluğu. Yəni dairə var. Bax belə bir şey, içərisi boş. Bundan qədimdə çörək yığırdılar, tabaq. Eşitmisiniz də, düzdür? Həmin o boşluğa tabaq deyirlər. Bu hərflərdə 4 hərfdə var. Məsələn, si, di, ti, zi. Amma xi, gi, gi. Eşidirsiniz belə bir səs? Xeyr. Ona görə biz qiraətimizdə məsələn muhalliqinə. Mən səhv dedim acı deyəsən. Bəli, əlbəttə səhv dediniz. Ona görə saxladım. Eşitdiniz siz də? Muhalliqinə. Qinə dedim mən. آمنين محلقين رؤوسكم ومقصرين لا تخافون. Muhalliqinə. Deməli, biz qarinin oxunuşunda, deməli sən Orxan, muhalliqinə kəlməsinə diqqət eləməmisən. Təqlid edərkən, mən sənə indi bu kəlməni xatırladıram ki, mütləq o kəlmədə sən həmin qariyə qulaq asan zaman, şahada qulaq asan zaman qaf hərfi mütləq orada dinləməlisən. Görək, muhalliqinə deyir və yaxud da muhalliqinə deyir. Bəzən vaxtı qorxurlar, elə bil çəkinirlər ki, biz qaf hərfinin qalınlığını az dedik. Qorxmayın ondan. Muhalliqinə. Bu qədər kifayət eləyir. Bir də təkrarla. Amininə muhalliqinə ru'usakum və muqassirinə la təxafun. Gördünüz, həm də yaraşıqlı çıxdı. Muhalliqinə. Amininə muhalliqinə ru'usakum dodaqlanmalıdır mim? Çünki vav hərfinə çatıb deyə izhar olur. Amininə muhalliqinə ruusakum və muqassirinə la təxafun. Amininə muhalliqinə ruusakum və muqassirinə la. Orada desəm mən ruusakum və burada idğam baş verir sanki. Çünki təcviddə də yazılan budur ki, fə hərfi, mim hərfi fə hərfində ixvaya doğru meyl etməsin. Mim hərfi, yəni söhbət sakinli mimdən gedir. Mim hərfi vav hərfində nə eləməsin? İdğama doğru meyl eləməsin. Quran qarisi mütləq mimin deməli izharında, fədə və vavda mütləq diqqət eləməlidir. Bir sual verim mən burada. Ruusakum kəlməsində o mim ki izhar olur, vurguladsa, orada 2 səs miqdarı olmuyor mimin üstündə dayanmaq? Yox. Məsələn, oxuyuram, diqqət elə, gör 2 səs olur orada. Amininə muhalliqinə ruusakum və muqassirinə la təxafun. Aha. Orxan bir də təkrarla onu. Amininə muhalliqinə ruusakum və muqassirinə la təxafun. Təhrirlər də hələ tam oturmayıb. Çünki bəzi oxuyanlarda tez oturur təhrirlər. Yəni rahat şəkildə. Bəzən vaxtı da gec. Onun gec olması sizi qorxuzmasın. Bir müddətdən sonra o oxunan zaman, çox oxunan zaman o özü qayıdır yerinə, gəlir, düşür yerinə. Bəli. Bəli. Bəyat oxuyuruq. Davamın. Fəalimə mə ləm tə'ləmu fəcəalə min duni zəlikə fətxən qaribə. Aha, tam o da eləydi. فَعَلِمَ مَا لَمْ تَعْلَمُوا فَجَعَلَ مِنْ دُونِ ذَلِكَ فَتْحًا
غريبا. Yəni biz bəyatdıyıq. Bəli, davam. Huvallazi Diqqət elədiniz. arsala Vallazi eşidilir hardasa. huval Huvallazi hu mütləq bilinməlidir. huvallazi arsala rasulahu bil huda. Çox oldu. بالهدى ودين الحق والذي أرسل رسوله بالهدى Çox oldu. Ha, çox. هو الذي أرسل رسوله بالهدى ودين الحق ليظهره على الدين كله. Aha. هو الذي أرسل رسوله بالهدى ودين الحق ليظهره على الدين كله. وكفى بالله شهيدا. وكفى بالله شهيدا. وكفى بالله شهيدا. Qari mütləq vurğulara da diqqət eləməlidir. Məsələn, bax Orxan, sən huvəl-ləzi kəlməsində sən vurğunu salırsan vav hərfinə. Huvəl-ləzi, huvəl-ləzi. Orada, məsələn, ani bir səhv sənin hə hərfinin gizlənməsinə səbəb olur. Dinləyicidən alırsan elə bir onu. Huvəl-ləzi, huvəl-ləzi, huvəl-ləzi. Diqqət elədin? Huvəl-ləzi ərsələ rəsul. Bir də mən bunu demək istəyirdim ki, canlı oxumaq lazımdır. Biraz, yəni canla, başla oxumaq lazımdır. Mən səsimi gizlədirəm, səs başlayır titrəməyə. Bax, səndə o var. Onu mütləq düzəltməlisən. Yəni, bunu da qeyd edim ki, əzizlər bilsinlər. Yəni, bu bizim gündəlik olan dərslərimizdəndir də. Dərslərimizdə də biz bu qaydada danışırıq. Təqlid, məsələn, mən götürəm bir dənə qarinin yarım saatlıq tilavətin, məsələn, bu haradasa yarım saatdır. Götürürəm tilavətin, bütöv qulaq asıram, sonra mən həmin qari kimi oxumaq istəyirəm. Alınar mı belə? Xeyr. Özünüz dərsdə də görmüşsünüz ki, biz həmin bu hissəni neçə dəfəyə məşq elədik? Seyid Zəfər, neçə dəfəyə məşq eləmişik buranı? Səhv eləmirəmsə, لَقَدْ صَدَقَ اللّٰهُ رَسُولَهُ الرُّؤْيَا بِالْحَقِّ لَتَدْخُلُنَّ الْمَسْجِدَ الْحَرَامَ إِنْ شَاءَ اللّٰهِ وَمُقَصِّرِينَ لَا تَخَافُونَ qədər yadımdadır ki, biz sizlərlə məşq elədik. Yadımdadır. Hələ lə təxafuna qədər bir neçə həftə biz onu məşq elədik. İndi həftədə 2 dəfə olmaq şərti ilə də yaxşı. Ramazana qədər neçə dəfə getmişdik. Bəli. Ramazana qədər neçə dəfə getmişdik. Aha. Yəni hələ dərsin vaxtını demirəm, amma sadəcə olaraq deyirəm ki, ola bilər qıraqdan baxanlar desinlər ki, təqlid çox asan bir şeydir. Yəni tez bir zamanda mən qulaq asan kimi mən qari olacam, elə bir şey deyil. Zaman istəyir ki, biz bunların həm təcvid qaydaların, həm ləhni, həm sovtu, həm qari necə oxuyub, həmin qaydada oxumağı müəyyən zaman aparır. Biz 2 dəqiqə 30 saniyə deyəsən, həmən yeri kəsildi bizdə, kəsdik onları. O 2 dəqiqə 30 saniyəni hardasa 1 ay yarım üzərində qalır. Bəli, bəli, normaldır. 1 ay yarım tam olaraq həmən o boğazlar tam olaraq təcvidinlə üst-üstə düşənə qədər şey elədiniz. Amma yenə də hələ də elədir. Var yenə də. Bəli. Bir sual vermək istəyirəm. O bayaq ki, huvəlləzi kəlməsidir, o vurğu barədə. Məsələn, o həmin vurğunu ki, düz vurmayanda, həmin elə bir ki, demək olar ki, ayə elə bir bütün avaz itirdi orada. Avaz itir. Yəni, ümumilikdə ayələrin gözəlliyin yaradan vurğulardır.
Yəni vurğular çox önəmlidir. Ayənin mənasına da belə təsir edə bilir. Elə bil ki, danışırsan, amma vurğular tərsədir. Qarşıda oturan deyir ki, məsəl üçün bu danışıq, mən nə başa düşüm bu danışıqdan? Əsəbləşmisənmi mənə qarşı? Şirinmi danışırsan mənə qarşı? Nə çatdırmaq istəyirsən? Vurğudan çox şey asılıdır. Məsəl üçün, mən deyirəm, gəl, bir də onu bir başqa intonasiya ilə deyirəm, gəli. Və yaxud da get, birində xoşuma gələr o sözü desəm, birində acıqva gələr o söz, qəlbivə dəyər o söz desəm. Quran ayələri də belədir. Huvəl-ləzî ərsələ rəsuləhu bil-hudə. Hudədə orada təhrir eləyir şahid. Bil-hudə və dinil haqqi liyuzhirahu aləd-dini kulli və kəfə billahi şəhidə. Kifayət edir Allahın şahidliyi. Məna baxımından da budur da. Və kəfə yəni Allahın şahidliyi kifayət eləyir. Başa düşdün necədir? Və kəfə billahi şəhidə. Məna olaraq da, onlar hamısı mənaya görə oxunuşlarda. Qariyə Quran mütləq. Bax, oxuduğunuz yeri həmişə mənalarına diqqət eləyin. Haranı ki, oxuyursunuz, oranın mənasını gedin, araşdırın. Siz Quran oxuyan zaman mənanı bildiyiniz yerlə, mənanı bilmədiyiniz yer arasında çox böyük fərqlər var. Aha. Əzizlər, kiminsə burada, yəni ola bilər, mənim gözümdən qaçdı. Orxanın təcvidi səhvləri varsa, zəhmət olmasa deyin, izah eləyək. Buyur. Bir dənə şey deyim, ustad. Məndə də bu çox oldu da elə. Əvvəldən gələndən siz də dediniz. Sonra da elə müsabiqə ərəfəsində də oldu. Qəlqələ məsələsi. Yəni qəlqələ olmayan hərflərdə qəlqələ, hə? Bəzən hiss olunur məsələn. Orxanda. Qardaşda da elə bir hiss Bəli, var. Bəli. Var, Hacı həmişə mən onu deyir. Hissində hiss elədim. Tığlarda var. Tığlarda var, hə. Bəli. Məndə çünki başıma gəlir, məndə çox irad tutulub olar. Məndə əsasən lam idi, mim idi, bir də nun idi. Onlarda qəlqələ eləyirdi. Əsasən ləm idi sizdə. Əsasən ləm idi. Onlarda çünki i çıxırdı. Lamı deyəndə i səsi verirdi. Minnəllə. Minnəllə. Ya ı olurdu, ya i olurdu, belə çıxırdı. Qardaşda da hiss elədim ona görə. Səhv eləmirəmsə, yarış oxuduğun yerlərdə idi. Tətəra, tətəra. Hacı o Tətsra. 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 Elə yaxşı oldu ki, Bəyət muğamından birinci dərsimizdə Bəyət muğamını işlədik. Qərar, cavab, cavabul cavab. Və bu dərslərimizin silsiləsində, silsiləvarı olaraq, bu dərslərimizin davamında inşallah muğamları bütün incələyəcəyik və muğamları incələyən zaman təcvid qaydaları və burada biz dəyərli tələbələrimizi ona görə dəvət eləmişik ki, bir nəfər oxuyanda onlar da müdaxilə etsinlər onun qiraətlərinə. Yəni, mənim hədəfim bundan ibarətdir ki, bir nəfərin qiraətinin düzəlməsində onların da əməyi olsun, onların da zəhməti olsun və tez bir zamanda inşallah həmin o kürsüdə oxuyan qarimiz oxunuş yerin gözəlləşdirsin. Allahın izni ilə bu dərslərlə xidmətinizdə olacağıq. Gələn dərslərdə görüşmək ümidi ilə hər birinizi uca və əzəmətli Rəbbimə əmanət edirəm. Allaha əmanət olun. Sağ olun əzizlər. Sağ olun hacı. Çox sağ olun.